Salam əzizlər, hər vaxtınız xeyir olsun. Bugün coğrafiyadan 20 sınaq testinin 6-cı sınağına baxırıq. Burada mövzularımız biosfer və coğrafi təbəqə haqqında olacaq. Deməli, birinci sual. Xəritə sxemdə rəqəmlərdə göstərilmiş ərazilərə uyğun gələn təbii zonaları müəyyənləşdirin. Baxın, birinci Aralıq dənizi ərazisinə düşür. Deməli, subtropikin Aralıq dənizi iqlimidir. Burada deməli, olur birincidə nə? Codyarpaqlı meşələr. Baxın, 1, 2, 3. Birinci oldu C. 4 dənədir. Birinciyə C. İkinciyə deməli, İkinci, bax, Çin ərazisindədir. Çində burada olur dəyişkən rütubətli musson meşələr. Baxın, D. Musson iqlimidir. 2-yə D. Üçüncüyə deməli, üçüncü, baxın, bura, üçüncüyə isə uyğundur, baxın, mülayim iqlimə düşür, yuxarı hissəyə aid olduğuna görə, yəni, şimal hissəsində, yəni, materiklərin mərkəzi hissələri, baxın, bu tərəflər, bir də Amerikada bu hissə, üçlə göstərilən hissə, materiklərin ortası kontinentaldır, mülayimin kontinentaldır, mülayim kontinentalda da iğnə yarpaqlı tayqa meşələrə rast gəlirik, bu da olur A-ya, dördüncüdə isə, 4-də, baxın, buradır. 4-də isə burada qara torpaqlar, pampalar Laplato ovalığında rast gəlinir. Yəni, buranın torpağının yeganə qara torpaqlar ki, qırmızı qara torpaqlar burada rast gəlinir. Dördüncüyə də oldu B variantı pampa. Pampa yəni qara torpaqlardır. 1C, 2D, A, B. D variantı doğru cavabımızdır. İndi baxaq ikinci suala. İkinci sualda relyefin diaqramında uyğun bəndləri müəyyən edin. Tundra qreyli və qırmızı-sarı ferrari torpaqlar. Tundra qreyli subtropikdədir. Subtropik. Qırmızı-sarı ferrari isə ekvatorial. İfrat rütubətləmə şəraitində yaranırlar. Deməli, bu hər ikisindədir. Bura subtropik yox, subarktik. Bu subarktikdir. Subarktik. Qırmızı sarı ferrari isə subekvatorial iqlimi uyğundur. İfrat rütubətləmə şəraitində yaranır hər ikisi. Birincidə tundra qreylidə yəni temperatur zəifdir. Yəni burada rütubətləmə misalı birdən böyükdür. Belə yazaq, rütubətləmə misalı hər ikisində böyükdür. Ekvatorialda da yəni ifrat rütubətləmə mövcuddur. Hər ikisində bataqlıqlara rast gəlinir. Bataqlıq var. Deməli, üçüncü oldu 1. Əsas iqlim qurşağında formalaşır. Baxın, əvvəldə sub olanlar keçiddir, sub olmayanlar əsas iqlim qurşaqlardır. Yəni, birinci əsas keçid iqlim qurşağıdır, ekvatorial isə əsas iqlim qurşağıdır. 2-yə gəldik bura. Deməli, tropik, ekvatorial, mülayim qütb. Bunlar əsas iqlim qurşaqlarıdır. Əsasən ot bitkiləri altında yaranır. Ot bitkilərinin altında yaranması bu subarktikdədir. Çünki ekvatorial ərazilərdə çox yarıslı meşələr var. Yəni, geniş bir ərazini meşəliklər tutur. Ona görə də ekvatorial olmaz. Ekvatorda meşəliklərdir. Amma subarktikdə bəli var. Otlar mövcuddur. Yaydığı ərazilərdə bataqlıqlara rast gəlinir. Bu hər ikisindədir. Çünki baxın, birincidə deyir, ifrat rütubətlənmədir. İfrat rütubətlənmə olan yerlərdə bataqlıqlarda müşahidə olunur. Demək, 4-ə bu 4. Sonra keçid iqlim qurşağında formalaşır. Baxın, deməli, subekvatorial, subtropik, bir də subarktik. Bunlar keçid iqlim qurşağındadır. Sub olanlar keçid olur. 5 bura. Sonra aqroqlim metodları çox olan ərazilərdə yayılır. Aqroqlim metodları oydur ki, bir il ərzində olan temperaturlarının cəmi 10 dərəcədən yuxarısa, deməli, aqroqlim metodlarına zəngindir. Ekvatorialda da var, aqroqlim metodlarına zəngindir, amma bataqlıq olduğuna görə o qədər də çox istifadə olunmur. Amma aqroqlim metodları zəngindir. Birinci 3-5, ikinci 2-6, 1-4 cavab D variantı uyğun olmuş olur. Üçüncü, uyğunluğu müəyyən edin. Strukturlu və struktursuz torpaqlar. Strukturlu torpaqlar oydur ki, yəni yaxşı torpaqlar. Struktursuz isə
yəni əlverişli torpaqlar hesab olunur. Deməli, burada strukturlu. Baxın, podzol struktursuzdur. Çünki mülayimin kontinentalında yerləşir. Nisbətən, yəni birinci A deyil, bilməli. 1. Qara torpaqlar dünyanın ən gözəl torpaqlarıdır, ən məsudlar torpaqlardır, strukturlu torpaqlardır bunlar. Ondan sonra qəhvəyi meşələr. Yəni, baxın, rəng harda tündürsə, bu strukturludur. Rəngi açıqdırsa, bunlar struktursuz torpaqlar olur. Deməli, 3-ə bura, sonra tundra qreyli, bunu struktursuz, subaktı iqlimdədir, ona görə bataqlıqdır. Qonur meşədə strukturlu torpaqlara aid olmuş olur. Birinciyə 2, 3, 5, 1, 4, cavab B variantı. İfrat rütubətlənmə şəraitində yaranan torpaqlar. Yəni, burada bataqlıq torpaqlarını biz götürməliyik. Qara torpaqlar ifrat rütubətlənmə deyil, 0,6-ya yaxın da olur. Qırmızı sarı ferralit ekvatorial ərazilərdir. Hər gün yağış yağır və çox yağıntı yağdığına görə günəş onu buxarlandıra bilmir. Ona görə bataqlıqlar var, doğrudur. Sonra şabaldı torpaqlar yox. Podzol torpaqları bəli deyə bilərik. Podzol torpaqlar podzol mülayimdədir. Orada deyə bilərik ifrat rütubətlənmədir. Tundra qreyli bəli subaktır. Boz qonur torpaqlar baxın boz olan yerlərdə ifrat rütubətlənmə yox, əsasən səhra və yarımsəhra ərazilərində rast gəlinir. 2, 4, 5 A variantı uyğundur. 5-ci sual. Xəritə sxemdə rəqəmlərə əsasən torpaq tiplərinin müəyyənləşdirin. Deməli, 1, 2, 3, 4 bir dənə. 1 haradır? Baxın, 1 bura. Cənubi subekvatorial ərazisidir. Cənub subekvatorial ərazilərdə qırmızı qonur, qırmızı sarı torpaqlara rast gəlinir. Deməli, birinci oldu B. Birinciyə B. İkinci haradır? Baxın, Ərəbistandır. Ərəbistanda səhra və yarım səhradır. Ona görə açıq rəngləri götürmək lazımdır. Boz qonur. İkinciyə C. İkinciyə C. 3 bura. Baxın, bura bu Cənubi Amerikada Laplato balığında pampa. Burada steplər Amerikada, Şimali Amerikada step. Yox, prairie. Rusiya, Qazaxıstan, Ukraynada isə prairie step adlandırılır. Step burada, baxın, step Avrasiyada. Prairie Amerikada, yəni Şimali Amerikada, pampa isə Cənubi Amerikada rast gəlinir. Bu da qara torpaqlardır. Qara torpaqlarda 3-ə də A. Dördüncü hardadır? Dördüncü deyil, baxın burada. 4 də buradadır. Orada qonur meşə torpaqlarına uyğun gəlir. Qonur meşə. 1 B, C, A, D. B, C, A, D, C variantı. 5-ci, 6-cı sual. Xəritə sxemdə ifrat rütubətlənmə şəraitində yaranan relief formaları. Deməli, bu ərazilərdə ya yüksək dağlıq hissələrdə olmalıdır və yaxud da ki, yağıntının miqdarı çox olan yerlər bizə uyğun gəlir. Baxın, 1 deyə bilərik. Çünki dağlıq ərazidir. Nisbətən buzlaqlar falan olar. Yəni, əsasən soyuq iqlim tipi buradan müşahidə olunur. Soyuq iqlim. Ona görə də deyə bilərik. 1, 2, Naxçıvan. Naxçıvan deyil, ifrat rütubətlənmə olmaz. Əsasən orada arid zona müşahidə olunur. 3-də Acınoxlu Ceyrançöl, o da olmaz. Çünki arid dendasyondur, ifrat rütubətlənmə yox, quraqlıqdır. 4 olar. Dağlıq hissədir, Kəlbəcər rayonu. 5 mil düzü olmaz. İsti ərazidir. 6 olar. Azərbaycanın ən çox yağıntı yağan yeri buradır, Lənkəran. Ona görə 1, 4, 6 A variantı doğru cavabdır. 7. Yağıntıların orta illik miqdarı 600 mm, buxarlanma qabiliyyəti 9 mm-dirsə, aşağıdakılar üçün təbii zona və yağ tipini müəyyən edin. Baxın, deməli, burada rütubətlənmə misalı bərabərdir yağıntının buxarlanmaya olan nisbətidir. Yağıntı 600-dür.
Buxarlanma qabiliyyəti isə 900. Deməli 600-ü 900-ə bölmək lazımdır. 600-ü 900-ə böləndə 900-ə. Bunun 2 sıfırına bu getdi. Qaldı 3-də 2. 3-də 2-ni də böləndə təxminən 0,6 deyək. 0,6-da yəni burada uyğun gəlir. Yəni çöllərə, qara torpaqlarda bayaq dediyimiz kimi 0,6, 0,7 çöllərdir. Qara torpaqlar, şabalı torpaqlar uyğun gəlir. Qara torpaqlar ərazilərdə çöl meşə çölləri də rast gəlinmiş olur. Savanna və seyrək meşələrdə çoxdur. 0,9-a yaxın. Ekvatorialda 1-dən yuxarıdır. Yarımşara quru çöllərdə 0,2. İniyarpaqlı meşələrdə, fazollarda da yəni rütubətli olduğuna görə 0,9, 0,8. Hətta 1-dən yuxarıda. Yox, infrastruktur rütubətlənmə dediyimizə görə 1-dən yuxarı müşahidə olunur. Cavab olur Y variantı. 8-ci sualda Böyük Qafqaz dağlarında soyuq iqlim tipi şəraitində formalaşan landşaft və torpaq tiplərini müəyyənləşdirin. Baxın, soyuq iqlimdə deyil. Soyuq iqlimdə Azərbaycanın subalp çəmənliklərinə rast gəlinir. Soyuq iqlim tipi. Həmçinin də indi burada yoxdur. Subalp altdır, A variantı. Amma daha yuxarı hissələrində subnivan nivalara da rast gəlmək olur soyuq iqlim tipinə. Yox, o dağ tundradır. O dağ tundradır. Hə, dağ tundraya aiddir hansı? Dağ tundrada olur subnivan nival, soyuq iqlim tiplərində subalp çəmənlikləri, mülayimlərdə meşələr daha çoxdur. Yəni dağ meşə torpaqlarına rast gəlinir. Subalp çəmənlikləri torpaqlarda çimli toplu torpaqlardır. Yəni burada şaquli və üfüqi zonallıq var da. Üfüqi zonallıq odur ki, ekvatordan qütblərə doğru olan təbii zonalardır. Şaquli isə dağın ətəyindən zirvəsinə doğru təbii zonaların dəyişməsidir. İndi bu da təxminən uyğun gəlir. Subalp çəmənlikləri hara uyğun gəlir? Əsasən daha çox yəni soyuq iqlim tiplərinə uyğun gəlmiş olur. 9-cu suala baxaq. 9. Orta miqyaslı qlobusda Bakı şəhəri və ondan 180 dərəcəli azimutda yerləşən A məntəqəsi arasında məsafə 4,44 isə A məntəqəsi üçün sərcəmidir. Bakı şəhəri və ondan 180 dərəcəli azimutda yerləşən A məntəqəsi arasında məsafə bu qədərdir. İndi baxın, orta miqyaslı xəritə nə qədərdir? 1 bölünsün 50 milyon. 30 milyon olur böyük. 50 milyon orta, 80 milyon, 83 milyon isə kiçik miqyaslıdır. İndi 50 milyondursa 50 milyon. Bunu 5 dənə sıfıra salıb qalır 500 kilometr. 1 bölünsün 500 kilometr. İndi 4 tam onu ona vuranda deməli biz nə etməliyik? 500-ü vurmalıyıq 4 tam %44-ə. Çünki niyə? Ona görə ki, yəni 1 santimetrdə, baxın belə də tənasübümüzü qoysaq, 1 santimetrdə 500-dürsə, 500 kilometrsə və 4 tam %44-də nə qədərdir? Onda da olur 2220 kilometrə bərabər olmuş olur. Və yaxud da belə də həqiqi məsafə nəyə bərabərdir? Xəritə üzərindən məsafə vurulsun, miqyasla bərabərdir 2220. İndi 2220-ni bölürük 111-ə, çünki meridian üzərində hərəkət edir. 111-ə böləndə eləyir 20 dərəcə. 180 dərəcəli azimut dediyinə görə, deməli cənuba doğru getməlisən. Məntəqə hara gəlib çıxır? Azərbaycan belədir də 40 şimal, 50 şərq uzunluğundadır. Deməli cənub istiqamətinə gedirsən, belə 20 dərəcə aşağı düşəndə 20 dərəcə şimal enliyir. Deməli 50 dərəcə şərq uzunluğu 20 dərəcə cənub enliyinə düşmüş olur. İndi biz burada götürməliyik bu əraziləri uyğun gələn. Əkinçi dəmiyə şəraitində müşahidə olunur. Yox. Baxın, bu təxminən hara gəlib çıxır? 20 dərəcə cənub enliyində subekvatorial, ekvatorial ərazilərinə daha çox uyğun gəlmiş. Yəni biz bura hara deyək? Məsələn, bu hansı əraziyə uyğun gəlir? Bu daha çox, yəni Hindistana, Hindistan yox, təxminən İranın o şey tərəfləri var, İstər Ərəbistan yarımadasına.
Yəni biz bunu deyək, Ərəbistan yarımadası isti ərazilərdir. Ərəbistana təxminən düşür. Ərəbistanda olduğuna görə isti yerlərdir. İndi bizə isti əraziyə uyğun gələnləri tapmaq lazımdır. Əkinçilikdə dəmiyə olur. Yox, dəmiyə əkinçiliyi dağlıq ərazilərdə, yəni yağışın sulamaya ehtiyac yoxdur. Yağış özü torpağı sulaya bilir. Yəni sulamaya ona görə ehtiyac olmur, amma səhralıq dediyi əraziyə uyğun gələcək. Bir olmaz. Boz torpaqlar səhra olduğuna görə boz uyğundur. Bozu götürdük. Sonra zəngin bitki örtüyünə malikdir. Səhra olduğuna görə zəngin bitki olmaz. Humid rütubətli ərazilərdədir. Arid yazsaydı doğru olardı. Tropik səhradır. Doğrudur. Günəş zenitdə olur. 20 dərəcə cənub enlikdə. 23,5'lerin arasında olur. 23,5 şimal, 23,5 cənub. Yəni 20 dərəcə şimal enlikdə bu arada yerləşdiyinə görə günəş zenitdə olur. 2, 5, 6 D variantı doğrudur. Onda cədvələ əsasən doğru sıranı müəyyənləşdirin. Rütubətlənmə əmsalı doğru nisbi. 0,2 səhradır, bozqonlu torpaqlardır, problem yoxdur. Rütubətlənmə əmsalı 0,2'ye bərabərdir. Səhralarda doğru. 1,1'də çöl yox. Baxın, bayaq dedik, çöllər 0,6'dır. Ona görə bu rütubətlənmə əmsalına uyğun gəlir. 1,2'də meşə yox. Meşə olmaz. Bu ifrat rütubətlənmədir. 1,2. Yəni birdən bölsə ifrat rütubətlənmədir. Burada olmaz. Yəni əsasən ekvatorial ifrat rütubətlənmə hardadır? Ekvatorial və yaxud da subarktik, arktik iqlim tiplərinə uyğun gəlmiş olur. Meşədə mülayimdədir? Yox, olmaz. 0,6 tundra qleyli. Burada deməli 1,2 meşə qonur. Əslində bir yerə görə cavab çıxır. 0,6 tundra olmaz. Tundrada çoxdur, rütubətlənmə əmsalı böyükdür. Tayqada da 1,3 olar, amma orada şabalı deyil. Tayqada nə idi? Tundra qleyli torpaqlar. Tayqada, pazol. Tayqada pazol torpaqlardır, şabalı yox. Onda cavab 1 ilə 3 olar, yəqin ki. 1-3 niyə? Çünki meşədir də. Meşədə 1,2-dir. Məsələn, eyni yarpaqlı qarışıq meşələr olar, orada da qonur torpaqlara rast gəlinir. Mülayimdə. Ona görə 1 ilə 3. O bir variantlar heç uyğun gəlmir. 10, 11'də. 11'də. Deməli, təbii komponent var, bir də təbii kompleks var. Doğru nisbi. Su, baxın, komponent nədir? Komponent bir dənə olandır. Məsələn, ağac. Ağac komponentdir, meşə isə kompleksdir. Niyə? Çünki ağac bir dənə ağacdır. Amma meşə odur ki, meşənin içərisində ağaclar da var, bitkilər də var, heyvanlar da var, quşlar da var. Yəni kompleks odur ki, hamısının birlikdə cəmi. Komponent isə yalnız bir dənədir. Kompleks isə onların cəmidir. Məsələn, su. Su olur komponent, amma okean kompleksdir. Niyə? Çünki okeanın da bitkilər də var, müxtəlif canlılar da yaşayır. Ona görə də bu kompleks olur. İndi baxın, su yalnız sudan olduğuna görə biz bunu nə deyirik? Komponent. Bu doğru. Biri götürdük. Meşədə baxın, meşə komponent deyil. Kompleksdir. Bu burada olmalıydı. Niyə? Çünki meşənin içində dediyimiz kimi ağac var, məsələn, göllər var, su var, meşənin içərisində ola bilər. Heyvanlar, bitkilər, bunlar hamısı kompleksdir. Yəni, ümumilikdə cəmi. Tayqa, hə, kompleksdir. Çünki tayqada ağaclar da var, otlar da var, heyvanlar da, yəni təbii zonadır da. Yəni, belə götürsək, təbii zonalar kompleksdir. Amma meşə təbii zonası, kompleksdir. Tayqada, o da kompleksdir. Amma bax, ağac komponentdir. Yalnız ağacdan söhbət gedir. O burada olmalıydı. 4 olmaz. 3'ü götürdük. Suxurlar kompleks yox, suxur bir dənədir də. Məsələn, torpaq desə, məsələn, deyə bilərdik. Torpaq. Amma suxurdur da, suxur yox. Kompleks ola bilməz. Ona görə burada olmalıydı. Hava komponenti doğrudur. Söhbət havadan gelir də. Ona görə 1, 3, 6 doğru cavabdır. 11 C variantı. Ondan sonra 12. Məntiqi ardıcıllığı müəyyənləşdirin. Deməli, torpaq şoranlaşır, qurum sularının səviyyəsi artır, kollektor drenaj, suvarma, qurum sularının səviyyəsi aşağı düşmüş olur. Baxın, deməli, birinci nə edirik? Birinci suvarma aparılır. Suvarmanı aparırıq.
suvarmanı apardıq. Suvarma aparandan sonra o həmin o suvarılan su torpağa hopur və o da qurut suyunun səviyyəsinin qalxmasına səbəb olur. 2. Suyun səviyyəsi qalxanda çıxır torpağın üstünə. Günəş o suyu qurudandan sonra artıq su quruyur, yerində onun qurut sularının tərkibində olan minerallar qalxır torpaqda qalır. Su buxarlanır, o mineral duzlar qalır torpaqda. Ona görə şoranlaşma əmələ gətirir. 1. Şoranlaşma əmələ gətirəndən sonra artıq bunun üçün meliorasiya tədbirləri həyata keçirilməsi lazım gəlir. O da kollektor drenaj sistemlərinin çəkilməsidir. Kollektor drenaj sistemlərini çəkəndən sonra artıq o yerin altında olan torpaqlar qurut suyu torpağın altından çəkilir və çəkiləndən sonra da qurut səviyyəsinin aşağı düşmüş olur. 4, 2, 1, 3, 5, 4, 2, 1, 3. Bir dənə A variantı. Yox. 12, 13. Coğrafi təbəqənin inkişafında müasir antropogen mərhələsi üçün sərcəvidir. Antropogen, yəni sonuncu mərhələ. Antropogen deyəndə insanlarla bağlı olanlardır. Ətraf mühitdə antropogen təsirlər gücləndi. Doğru. Yəni antropogen təsirlər insan yaranandan sonra 4-cü dövrə düşür. Tabii. 4-cü dövr antropogen dövrü insanların olduğu dövrdür. İnsanlar yaranır və təbiətdə başlayırlar təsir göstərməyə. Endogen proseslərin fəallığının artması. Endogen proseslər elə lap əvvəldən var. İnsanlar yaranmamışdan əvvəldə endogen proseslər, daxili proseslər gedirdi. Məsələn, dağların yaranması insanlardan əvvəldə olub. Yəni milyard il əvvəllərdən olub. Yer səthində kosmik təsirin güclənməsi yox. Onlar lap əvvəldə idi. Çünki atmosferi yox idi. Ona görə kosmik təsirlər çox idi. İnsanlar antropogen təsirləri göstərdikcə zavod və fabriklər tikirlər. Onun da təsir nəticəsində istixana effekti yaranır. 1, 4. Təbii landşaft sahələrinin azalması doğrudur. İnsanlar landşaftlara təsir göstərir. Məsələn, meşələri qırırlar, su sahələrinə müəyyən təsirlər göstərirlər, ona görə torpağa. Bunlar hansı təbii landşaftın dəyişməsinə səbəb olur və təbii landşaft dəyişir və azalır. Meşələri qırırlar, məsələn, azalır. İqlim dəyişikliyi ilə bağlı qurut sahəsinin genişləməsi. İqlim dəyişikliyi ilə bağlı, məsələn, iqlim dəyişikliyi lap əvvəllərdən də mövcud olmuşdu. İqlim dəyişikliyi. Məsələn, 4-cü buzlaşması, yəni ümumiyyətlə 4 dənə buzlaşma var. Ən sonuncu 4-cü dövrün buzlaşmasıdır. Buzlaşmalar da yəni əvvəllərdən var, yəni tək insanlar olan dövrdə aid deyil. Məsələn, indi də iqlim dəyişiklikləri var. Amma əvvəllərdən də mövcud olmuşdu. Artıq o təbiət özü dəyişirdi ona görə. 1, 4, 5. C variantı yoxdur. 14. Buz səhralarının və vahələrinin rast gəlindiyi ərazilərdə müvafiq olaraq müəyyənləşdirilir. Buzların olduğu yerləri bizə lazımdır, yəni buzluq vahələrin olduğu yerlər. Məsələn, Alman polşovalığı mülayimdədir, amma yenə də Qərbi Avstraliya yayləsi, səhra. Dekan, subekvatorial. Olmaz. Saxalin, Kamçatka, Kiçik Asiya, Piriney, subtropikdilər, buzlu səhraları rast gəlinmir. Falkland adaları Braziliya sahillərində yox. Mülayimdədir. Kuba adası olmaz. Tropikdədir. Yeni Zelandiyanın özdə olmaz. İslandiyanın Newfoundland, Yucatan yarımadası olmaz. Yucatan ABŞ-ın sahillərində yerləşən bir yarımadadır. Yucatan. ABŞ Şimal Amerikada. Basin torpaqları hardadır? Şimali Amerikada yerləşmiş olur. Basin. Yəni şeydə də Kanada, Arktik əlaqında olur. Basin torpaqları. Yəni Kanada, Arktik əlaqına uyğun gəlir. Ellsmere adası, o da adi Şimal Buzlu okeanda yerləşən bir adadır. Ellsmere. Sonra Afrikanın şimalı. Bircə dəqiqə. Mən sualı səhv oxumuşum. Bircə dəqiqə. Bağışlayın. Deməli, həm bu səhralarının, həm də vahələrin olduğu.
Yəni bu səhraları şimalda buzluq ərazilərdə, vahələr isə səhralıq ərazilərə uyğun gəlmiş olur. Səhralarda vahələr. Onlar da hardadır? Avstraliyada və Afrikada yerləşmiş olur. Yəni isti ərazilərdə, Ərəbistanda falan. Orta Sibir yarası Alman Polşa alanında bu səhralarına rast gəlinir. Dekan yarasında vahələr, Kamçatka, Kiçik Asiya vahələr, məsələn, bunlar səhra deyil axı. Ona görə bunlar da olmaz. C variantında Falkland, Grenlandiya, Falkland mülayimdə yerləşir səhralara. Yəni bu səhralarına yox, olmaz. Kuba adası, onlarda vahə yox, olmaz. Vahələr isti səhralıqlardadır. İskandiyada Newfoundlanddir, Yucatan Skandinaviyada vahə yox. Baffin torpağı adası Ellesmere. Hə, bunlar bu səhralar var. Afrikanın şimalında doğrudur, Ərəbistan yarımadasında vahələrə rast gəlmir. Hə, 14-də Y variantı uyğun olur. 15-ci sual. Sxemə əsasən uyğunluğu müəyyən edin. 1. Doğru variant. Ekvatorialda rütubətli ekvatorial meşələrdir. Doğrudur. Oradan aşağı düşəndə qırmızı ferrali torpaqlar doğrudur. Biri gəlin götürdük. 1. Mülayimdə eyniyyarpaqlı tayqadır. Tayqada qonur yox. Tayqa nədir? Pazol torpaqlar. Ona görə bu torpağı səhvdir. Olmaz 2. Subaktlikdə səhralar yox. Subaktlikdə nə idi? Təbii zonası tundra. Açıq şabaldı yox. Tundra qreyli torpaq. Subtropik qreyli. Subtropik səhra və yarım səhra açıq şaballı yox. Səhra, subtropik səhra açıq şaballıdır. Subtropikdə səhra və yarım səhralar açıq şaballı torpaqlara da yox, şaballı torpağı açıq şaballıdır. Yəni bu qalsın. Subtropikdə cozyarpaqlı meşələrdir, düzdür, qəhvəyi torpaqlardır. Bu doğru. Subaktlikdə tundradır, pazol torpaqlarıdır. Pazol mülayimdədir, tundrada deyil. Olmaz. Subekvatoriyada savannadır, qırmızı qonur torpaqlardır, doğrudur. 1-4-6 doğru cavabdır. 3. Subtropiklərdə səhra və yarım. Ha, subtropikdə səhra yarım səhra yox, cozyarpaqlı meşələr. Ha, cozyarpaqlı meşələr oraya uyğundur. Ona görə səhvdir. 3-də getdi. 1-4-6. 16-cı sual. Xətti sxemə əsasən üfüqi zonallığın aydın müşahidə edildiyi ərazilər. Üfüqi zonallığın aydın olduğu. Üfüqi zonallıq üfüqi nədir? Yəni ekvatordan qütblərə doğru təbii zonaların bir-birlərinin əvəz etməsi aiddir. Üfüqi zonallıq. Enli istiqaməti üzrə. Baxın 1. 1 burada. Hə, bunda bir problem yoxdur. Yəni, üfüqi zonallığa təsir göstərən amillər orada dağın olmasıdır. Təsir göstərir. Baxın, məsələn, 3-də dağ var deyin, Himalay dağları. Məsələn, normalda bura qədər musson iqlimdirsə, artıq burada Himalay dağlarının olması musson iqliminin, yəni yağıntının bu biri tərəfinə, dağın o biri tərəfinə keçməyə o qədər hündürdür ki, 8848 metrdə. Hündürlüyü çox olduğuna görə, yəni həmin buludlar dağı aşıb o biri tərəfə keçə bilmirlər. Ona görə də bu hissələr səhra əraziləridir. Görürsünüz, burada pozuldu da, qanun uyğunluq pozuldu 3-də. 2 də onun kimi, 6-da dağlar var. Yəni, burada dağların olması, dağların belə şaqul istiqamətində olması, yəni normalda təbii zona necə gedir? Məsələn, baxın, bura ekvatorial, burası subekvatorial, səhra, belə, səhra, sonra subtropik, baxın, belədir də. Görürsünüz, belə gedir. Amma burada Himalay və Ant dağlarının olması, baxın, düz burada, məsələn, neçədir bu? 2 ilə 6. 2 ilə 6 düz dağın üstündə yerləşdiyinə görə, yəni bunları götürə bilmərik. Onlarda təbii zonalar, baxın, bu formadadır. Uzunla. Normalda belə emin olmalıdır Afrikadakı kimi. Amma burada uzunadır. 2 ilə 6-nı ona görə götürə bilmərəm. 3-ü də götürə bilmərəm. Deməli, 1, 2, 6 olmaz da. Yox, 1, 2, 6 nədir? 3. 2, 3, 6. 2, 3, 6, A variantı. 4 olar, Amazon meşələrində doğrudur. Əgər dağın üstündə versəydi, hə, onda onu götürə bilməzdi. Orada belə qarışıqlıq yaranır.
Yəni orada da şaqul istiqamətində olması ona təsir göstərir. Afrika Cənubi Amerika. Belə, cavab odur. A variantı uyğundur. 17. Adalarla bağlı məlumatları müəyyən edin. Deməli, adalarla bağlı uyğunluğu müəyyən edin. Böyük Britaniyadası mülayimin bərabər rütubətli iqlim tipinə uyğun gəlir. Yəni dəniz iqlim tipinə. Dəniz iqlim tipidir. Ona görə burada qarışıq və enli yarpaqlı meşələrə rast gəlinir. Kalimantan adası, Kalimantan İndoneziyadır. Ekvatorial iqlimə düşür. Ona görə də rütubətli ekvatorial meşələr bura doğru variantdır. Baffin torpaqları da subarktik iqlim tipinə uyğun gəlir. Orada da tundra, Kalimantan adı buzsuz bel. Baffin torpağı da yerləşir Kanada Arktik arxipelagında və subarktik iqlimdir. Ona təbii zonası tundra və meşə tundra iqlimləri uyğun gəlir. CAB, B variantı uyğundur. 18. Azərbaycanın bitki örtüyünə aid olmayanları müəyyən edin. Bitki örtüyü hündürlük qurşağına uyğun paylanmışdır. Doğrudur. Hündürlük qurşağı daha yuxarı doğru qalxırsan, bitki örtüyü də dəyişir. Uyğun paylanır. Düzən meşələrdə qaraçöhrə və fıstıq. Düzən meşələrdə yox, bunlar dağlıq meşələrdir. Olmaz, ona görə də B variantı. Endemik və relik bitkilər var Lənkəranda. Yüksək dağlıq ərazilərdə alt çəmənlikləri tərcih edir. Yüksək dağlıq ərazilərdə alt. Doğrudur. Alt və subalt çəmənlikləri uyğundur. Subalt alt çəmənlikləri. Tuqay meşələrdə söyüd qovaq kimi ağac sakitdir. Doğrudur. Yəni, Tuqay meşələrdə kür sahil ərazilərdə rast gəlinir. Quru suyun səviyyəsinin yüksəyə doğru qalxması ilə intrazonal landşaft uyğun gəlmiş olur. 18-də B variantı. 19. Sxemi tamamlayın. Qarışıq meşə hardadır? Qarışıq meşə mülayimdir. Baxın, uyğunluq belədir. Burada enli yarpaqlı, ortada qarışıq, ondan sonra tayqa enli yarpaqlı meşələr uyğun gəlir. Bir oldu mülayim. B getdi, D getdi, Y getdi, qaldı A, C variantı. İndi mülayimin qarışıq, enli və yaxud da enli yarpaqlını götürməliyik. 1 mülayim. 2-yə səhra və yarım səhra. Yox. 3. Baxın, qarışıq meşələrdə pazollar. Yox, pazol olmaz axı. Qara torpaqlar, Qazaxıstan, Ukrayna. Baxın, burada birə mülayim. İndi birinciyə 1, 2. Mülayimlərin, məsələn, deyə bilərik ki, mülayimdə hansı təbii zona var? Başqa qarışıq meşələr. Onlar, deməli, qarışıq enli, baxın, bu aşağı enli, qarışıq, iynə, bir də orada, məsələn, Qazaxıstan falan, Qazaxıstandır, Rusiyanın ərazisində nə var? Mülayimdə qara meşələr, qara torpaqlarda rast gəlinir. Qara torpaq ərazilərində nə var? Çöl və meşə çölləri rast gəlinir. Səhra və yarım səhra olmaz da. Yəni, ona görə uyğun gəlmir. 3-də qarışıq meşələrdə pazol yox. Qonur meşə torpaqları uyğundur. Amma Ukraynaya doğru olardı. Qara torpaqları var. Qazaxıstanda doğru cavabdır. Deməli, A variantı uyğun gəlmiş olur. 20-də verilən iqlim diaqramına aid olduğu əraziləri müəyyənləşdirin. Baxın, iqlim 20 dərəcədən yuxarıdır. Yağıntının miqdarı, deməli, yay aylarında hava istidir. Deməli, bu şimal yarımkürəsində yerləşir və yağıntısızı yay aylarındadır. Bu, şimal subekvatorial deyə bilərik də. İqlimi 20 dərəcədən yuxarıdır, 20-30 arasındadır, yağıntıları yay aylarında yağmış olur. İl boyu suvarmaya ehtiyac var. Yox, səhvdir. Niyə? Çünki yay aylarında suvarmaya nəyə ehtiyac var? Çünki yağıntının miqdarı çoxdur. Suvarmaya ehtiyac yoxdur. Qışda suvarma olar. Çünki baxın, yağıntının miqdarı aşağıdır. Amma yayda ehtiyac yoxdur. Boz qonur torpaqlar, bunlar səhra ərazilərindədir. Səhralarda da belə deyil də, o lap aşağıdan keçməlidir. İl boyu 100 mm qədər yağıntı düşə bilir, 100-150 mm qədər. Bu da olmaz.
Qutb gecələri müşahidə olunur. Subekvatoriyada qutb gecələri yoxdur. Həm də orada qutb gecələri olsaydı 20 dərəcədən minimum temperatur 20 dərəcədir. O qədər olmaz axı. Qutb gecələri olması üçün gərək subaklıq iqlimə düşəsən. Və yaxud da mülayimin tayqasına. Orada da 20 dərəcədən aşağı olur. Mənfi yerə düşür. O da olmaz. Qutb ulduzu görünür. Doğrudur. Qutb ulduzu görünür. Niyə? Çünki şimal subekvatoriyandadır. Demişik ki, qutb ulduzu yalnız şimal yarımkürəsində rast gəlinir və hansı enlikdə yerləşirsə, o bucaq altında düşmüş olur. Aqroeqi metodları yaxşıdır. Görürsünüz temperatura. Dedi ki, əgər il boyu temperaturların cəmi dərəcədən artıqdırsa, aqroeqi metodlarından yaxşı təmin olunmuşdur. Yaxşı təmin olunur. Ona görə 5-i də götürdük. Biomüxtəliflik çoxdur, doğrudur. Yəni, müxtəlif canlı və bitki rast gəlinir, biomüxtəlif odur. Yəni, bioloji baxımından həm bitki və heyvanlar da çoxlu rast gəlmək olur. 4, 5, 6 D variantı cavabdır. 21. Böyük Qafqaz dağlarının sxeminə əsasən A nöqtəsinə aid olan əlamətləri müəyyənləşdirin. A-ya. Baxın, 800-dən 2000-in arası. Bura dağ meşələr daha uyğun olar. Yəni, dağ meşələrin olması daha yaxşıdır. Alt çəmənliklər, onlar təxminən bir 3000-dən, 2800, 3000-dən, 2800-3000-dən yuxarı olur. Ona görə də alt çəmənliklər olmaz. Kimyəvi və üzvü aşınmadır, meşədir, doğrudur. Kimyəvi və üzvü aşınmaya rast gəlir. Dağ çəmənlər yox, yəni dağ çəmənlər subab alt çəmənliklərdir. Ona görə 3 olmaz. Çəpənlər radiasiya, yağıntının miqdarı çoxdur, orta və dağlıqdır bura. Ona görə alçaq və orta dağlıq ərazidən yola gəlir. Çəpənlər radiasiyadır, əkinçilik üçün suvarma şəraiti mümkündür, mümkün deyil. Çünki dağlıq ərazidə orada suvarma necə eləyə bilərik? Burada əsasən dəmiyə əkinçilikdir. Dəmiyə əkinçiliyi alçaq və orta dağlıq ərazilərdə rast gəlinir, dağ meşə torpaqlarda doğrudur. 2, 4, 6 A variantı. 22. Zakatala qoruğu yoğunluğu müəyyənləşdirin. Yoğunluğu müəyyənləşdirin. Deməli, baxın, birinci Zakatala rayonudur. Zakatala rayonu, baxın, belə yazaq da, birinci, ikinci və üçüncü. Birincidə Zakatala. Zakatala Böyük Qafqazdadır. Birinciyə 3. Ona görə də C, D variantları getdi. Zakatalada hansı iqlim tipi olar? Zakatalada olar, soyuqda var, dağ tundrada var, mülayimsiz da var. Yox, bundan tapmaq olmur hələ ki. Bəsitçay qoruğu hardadır? Bəsitçay Kiçik Qafqazda yerləşir. Kiçik Qafqazda. Ona görə də ikinciyə 1 uyğun gəlmiş olur. O da burada. Deməli, A, Y variantları. İkinciyə 1. Zəngəzurda da Orta Araz vilayətidir. Üçüncüyə də 2 uyğun gəlmiş olur. İndi, baxın, üçüncüyə, hər ikisində ikinciyə A verilir. Baxın, variantlarda üçüncüdə A'dır. Bu A variantını çıxsaq. Hə, Bəsitçay qoruğu Füzuli rayonunun ərazisində Bəsitçay qoruğu yerləşmiş olur. Deməli, harada? Kiçik Qafqaz ərazisində bu nədir? Kiçik Qafqaz ərazisində buna rast gəlmiş oluruq. Hansıdır? Hə. Bəsitçay qoruğu. Hə. Hansı rayon? Bəsitçayam. Bəsitçay Zəngilan rayonunun ərazisindədir. Zəngilandadır. Ona görə də Zəngilan olduğuna görə gəlin buranı dağ tundra yox. Bəsitçayı, baxın, burada Zəngəzura dağ tundranı götürdük. Qaldı B ilə C variantı. B ilə C. İndi B
Böyük Qafqaz, Zaqatalada Böyük Qafqazdır. Orada Tuyuq da var, mülayim iqlim də var. Və ikinci, Bəsçay qoruğu Zəngilan rayonları arasında Kiçik Qafqazda yerləşir. Orada dəqiq mülayim istidir. Yəni bunu belə deyək. Buraya C uyğun gəlsin. Birincidir B. Birinciyə 3B, 1C, 2A, Y variantı uyğun gəlmiş olur. Bəsçay Zəngilanda. Azərbaycanda boz qonur, boz çəmən torpaqların yayılmadığı düzənliklər. Yəni biz götürməliyik haranı mülayim isti və yaxud da tuyuq iqlim tipi uyğun olan ərazilərdə götürməliyik. Yəni səhra və yarımsəhra ərazilərinə uyğun, səhra və yarımsəhraları götürməyəcəyik. Yəni bizə düzən ərazi olmaz da. Düzən ərazi olaraq, yəni Kür-Araz ərazisini götürə bilmərik. Şirvan düzü olmaz. Qanlı-Qəyrçay doğrudur. Burada Azərbaycan ən çox yağıntı yağan ikinci yeridir. Birinci Lənkərandır. Olmaz. Lənkəran birinci yerdədir. Elə 2-3-dür. Gəyən düzü, Muğan düzü də olmaz. Düzən ərazidə yerləşir. 2 ilə 3. 24. Xəritə sxemə əsasən biomuxtəlifliyin zəngin olduğu əraziləri müəyyənləşdirir. Biomuxtəlifliyin zəngin olduğu ərazilər olması üçün bizə yağıntının və istiliyin kifayət qədər yaxşı olduğu əraziləri götürmək lazımdır. 1. Baxın səhradır. Olmaz. 2. Amazon meşələridir. Götürək. 2. 3. Bura Kaliforniyadır. Bu tərəflərdə səhralıq ərazilər var. Ona görə olmaz. Müxtəlifliyin zəngin olduğu. 2, 3, 4 da olmaz. Subaklı iqlimdir. 4, 5 olar. Yenə ekvatorial ərazilərdədir. Bitki və heyvanat aləmlərinin çox zəngin ərazilərdədir. 6 daha da. Yəni istilik və rütubətin nisbətən yaxşı olduğu ekvatorial ərazilərdə musson iqlim tipi var. 2, 5, 6 doğru cavabdır. 25-də xəritə sxemasında landşaft inversiyası, intrazonal və texnologiya. Landşaft inversiyası odur ki, yuxarıya doğru qalxdıqca, baxın, yağıntının miqdarı azalır deyin, azaldığına görə və orada dəyişmə baş verir. Normalda necədir? Aşağıda yarımsəhra quru çöl, dağ çölləri, dağ meşələri, ondan sonra subalt, alp, subnivan, nivan landşaftı olur. Landşaft inversiyasında artıq bunların yeri dəyişir. Niyə? Yağıntının miqdarı, ətrafda yağıntı çox düşür, yuxarıya doğru qalxanda yağıntının miqdarı azalır. Bu da Talış dağlarındadır, 5-də. Yəni, Lənkəran düzündə yağıntının miqdarı həddən artıqdır, çoxdur. Azərbaycanda ən çox yağıntı yağan yer oradır. Amma 5-də üzə olmaz da. 5-də artıq Talış dağlarının özündə yuxarıya doğru qalxanda artıq çölləşmə prosesi gedir. 5. İnversiya. İntrazonal landşaft odur ki, yeraltı suyun səviyyəsi yuxarıya qalxır. Bu bir Tuqay meşələrindədir, buralarda. Bir buradadır, bir də buralarda. Belə. Altını da yazaq bura. Lənkəranda da nisbətən demiyorlar. 5, 6. İndi texnogen. Texnogen də, yəni texnikanın falan çox istifadə olduğu texnogen, yəni insan çox istifadə edir də burada. Yəni antropogen landşaftın çox olduğu yerlərdir. O da insanların ən çox yaşadığı yer haradır? Bakı, yəni 2. 5, 6, 2. Doğru cavab olmuş olur. Həm əsas, həm də keçid iqlim qurşağında yayılmış təbii zonalar. Həm əsasda, həm də bunda. Səhra və yarımsəhralar. Məsələn, əsasda tropikdə də var, subtropikdə də var. Doğru. Rütubətli ekvatorial meşələr. Baxın, elə adından görükür, ekvatorial meşələr olmaz. Codyarpaqlı həmişə yaşıl koluqlar. Bu subtropik, konkret subtropiklərdə, başqa yerdə yoxdur. Yeniyarpaqlı meşələr yalnız buradadır. Yəni mülayimdədir. Təkcə oradadır. Amma dəyişən rütubətli musson subtropikdə də var, subekvatorialda da var. Dəyişən rütubətli musson. Mülayimdə də var musson. Mülayim, subtropik, subekvatorial. Görürsünüz, ikisində də mövcuddur. Cavab 1 ilə 5 uyğun gəlmiş olur. Coğrafi təbəqənin qanuni uyğunluğu. Bütövlük, ritmlik və zonallıq. Bütövlük odur ki, baxın, bayaq dedik ki,
ərazilərdə məsələn meşə təbii kompleksi meşələr qırılanda nə olur? Meşə qırılanda orada artıq bütün bütövlük pozulur. Meşə qırılırsa meşəlik ərazidə yaşayan heyvanlar artıq orada məhv olacaq və yaxud da başqa bir əraziyə köçəcək. Artıq burada nə olur? Bütövlük prinsipi pozulur. Ritmlik məsələn hər il olan proseslərdir. Məsələn, ritmlik formada baş verir. Gecə ilə gündüzün növbələşməsi, yağıntıların yağması, məsələn, mussonlarda, subekvatorialda necədir? Yayda yağır, qışda yağmır. Bu da odur. Zonalıq isə üfüqi və şaquli zonalığa göstərə bilərik. Deməli, şeyin düşməsi bildiyimiz kimi yaz aylarında müşahidə olunur. Yaz payızın, yəni havalar artıq soyuyana yaxın yaz aylarında ritmlikdə hər il bu vaxtlarda müşahidə olunur. Musson küləkləri o da ritmlikdir. Yayda çox yağır, qışda azalır. Qida zənciri isə bütövlükdür. Niyə? Çünki qida zəncirlərdə bütün canlılar bir-birləri ilə qidalanırlar. Əgər məsələn biri onu məhv olsa, məsələn meşədir. Meşədə müxtəlif canlılar yaşayır. Hamısı da bir-birlərindən qidalana bilirlər. Məsələn, şirdir, bir də maraldır. Yox, onlar səhralıqdadır. Məsəl üçün də indi meşə yox olanda onlar da özü yox olacaq və qida zənciri də burada pozulmuş olur. Ona görə bunu götürürük. Təbii zonaların paylanması, zonalıqların əmələ gəlməsi, bu da bura uyğun gəlmiş olur zonallığa. Enliklər üzrə paylanması, yəni şaquli və üfüqi enliklər, o da hamısı bura aiddir, zonallığa Y variantı. Deməli, 1C, 2AB, 3DY uyğun gəlmiş olur. İndi situasiya. Şimal yarımkürəsində bütün fəsillərin aydın müşahidə olunduğu A məntəqəsinin yerləşdiyi coğrafi enliklərdə bütün fəsillərin aydın müşahidə olunduğu. Baxın, açar sözümüzün biri bu. Bütün fəsillər deyirsə, deməli bu ya mülayim iqlimdir, mülayim və yaxud da subtropik. Yaxşımı? Bu ikisindən biridir. A məntəqəsinin yerləşdiyi coğrafi enlikdə yay mövsümündə enən hava, qış mövsümündə qalxan havadır. Yayda enən, qışda qalxan. Deməli, bu mülayim burada silindir. Cavab subtropikdir. Niyə? Çünki əsas iqlim qurşaqları özündə formalaşır və özünün əsas iqlimdir də. Hava yəni həmin iqlim tipinin özündə formalaşır. Amma keçid iqlim qurşaqlarına desək, yayda və qışda müxtəlif fəsillər təsir göstərir. Məsələn, baxın, yazaq bura subekvatorial. Ekvatorial, mülayim, subtropik və subaktiv. Bura olsun yay, bu da olsun qış. Baxın, subekvatorialda yay aylarında ekvatorial iqlim təsir göstərir. Ekvatorial iqlim təsir göstərdiyinə görə yay ayları subekvatorialda yağıntılı miqdarı çox olur. Amma qış aylarında tropik təsir göstərir. Tropik təsir göstərdiyinə görə yağıntılı miqdarı azalır. Ekvatorial və mülayim enliklərdə qalxan hava, alçaq təzyiq, amma tropik və arktik ərazilərdə isə enən hava, yüksək təzyiq rast gəlinir. Subtropikdə yay aylarında tropik təsir göstərir. Ona görə subtropik ərazilərdə yay aylarında isti olur. Qış aylarında isə mülayim hava təsir göstərmiş olur. Subaktikdə isə yay aylarında mülayimdir və nisbətən buzlar əriyir mülayim olduğuna görə yay aylarında isə hava nisbətən mülayim keçmiş olur. Amma qış aylarında isə arktik hava təsir göstərdiyinə görə hava çox şaqqalı keçmiş olur. Ona görə deməli cavabımız olur nə? Subtropik iqlim. Buradan belə bir nəticə çıxartır ki, subtropikdir. İndi baxın, yay mövsümündə enən hava niyə yay mövsümündə? Çünki dedik ki, tropik təsir göstərir yayda, tropik təsirdə göstərdiyinə görə enən havadır. Qışda isə mülayim təsir göstərdiyinə görə qalxan hava. Şimal materiklərinin bu enlikdə yerləşən qərb hissəsində, qışda, şərq hissəsində yayda rütubət olur. Doğrudur.
Qərb hissəsində nə var? Aralıq dəniz iqlim tipi. Ona görə qışda yağıntılı olur. Şərq hissəsində isə subtropikın mussonludur, ona görə də yayda rütubətli olur. İndi görün nə deyir? Bu coğrafi enliyə aid olan iqlim qurşağı. Birincidə dedik ki, subtropik iqlim qurşağı aiddir. Onun daxilində formalaşan iqlim tipi, 3 dənə iqlim tipi var. Qərbdən şərqə doğru deyirəm. Aralıq, subtropikin aralığı, subtropik, kontinental və musson iqlim tipi bunlar uyğun gəlmiş olur. Deməli, birinciyə yazırsınız. İqlim olaraq subtropik, ikincidə isə formalaşan təbii zon iqlim tipləri hansıdır? Aralıq dənizdir, kontinental və musson. Bu coğrafi enliyə aid olan iqlim qurşağında formalaşan təbii zonalar və torpaq tiplərini müəyyən edib yazın. Hərəsinə aid düşünürəm nümunə. Təbii zona, məsələn, Aralıq dəniz iqlim tipində nədir? Coz yarpaqlı meşələrdir. Torpaq tipi də qəhvəyə qonur torpaqlar. Baxın, deməli, coz yarpaqlı meşələr, torpaqda qəhvəyə qonur torpaqlar. Qonur torpaqlara rast gəlmiş olur. Ondan sonra, məsələn, kontinental ərazilərində səhra və yarım səhralar da var. Səhra və yarım səhralar və yarım səhra. Bunların da torpağı nədir? Boz-boz qonur torpaqlar. Boz qonur torpaqlar rast gəlmiş olur. Üçüncüdə mussondur. Təbii zona musson. Musson iqlim tipi. Burada qırmızı sarı torpaqlar, qırmızı və sarı torpaqlar deyə bilərik. Yəni, qərbdən şərqə doğru coz yarpaqlı, sonra aralıq dənizində coz yarpaqlı meşələrdir, torpağı qonur qəhvəli torpaqlardır. Subtropikin mərkəzi hissələrində kontinentallıq artır, subtropikin kontinentalı, səhra və yarım səhralar burada olur, boz-boz qonur torpaqlar. Bir də şərq hissəsində mussondur, orada da qonur torpaqlar, qırmızı və sarı torpaqlar rast gəlir. Bu coğrafi enliyə aid iqlim qurşağında formalaşan təbii zonalarda geniş yayılan kənd təsərrüfat sahələrini müəyyən edin. Hansı kənd təsərrüfatı olar? Məsələn, Aralıq dənizində stilus meyvəçilikdir, zeytun, üzüm, sonra çəltikdir, heyvandarlıqdan istifadə eləmək olar. Məsələn, mərkəzi hissələrində Qazaxstan, Türkmənistan arasında pambıqçılıqdan istifadə olunur. Yəni, bu kənd təsərrüfatı. Deməli, hansı olur? Stilus meyvəçilikdir, ondan sonra çəltik, taxıl, pambıqdır, sonra üzüm, zeytun istehsal eləmək mümkün olur. Deməli, bu sınaq 30 dənə sual. Bu qədər. Zəhmət olmasa kanalımıza abunə olun, like atın və şərh yazmağı unutmayın. Hələlik sağ olun.